Son vaxtlar biz bəzi toy şənliklərində, xüsusən də kürdlərə məxsus toy şənliklərində kürd gənclərinin Azərbaycan bayrağı ilə yanaşı fərqli bayraqlar, yəni deyək ki, Kürdistana məxsus bayraqlar qaldırdığını müşahidə edirik. Bu da Azərbaycan ictimaiyyəti tərəfindən biraz düzgün qarşılanmır, qınaq obyektinə çevrilir, narazılıq yaradır. Sizcə bu nə dərəcədə doğrudur? Ümumiyyətlə, mən belə düşünürəm, şəxsi fikrimdir ki, toy şənlikləri siyasi arena deyil. Yəni, toy şənliklərində insanlar iki şəxsin evlənməsinin sevincini qeyd eləmək üçün yığışırlar. Doğru qeyd edirsiniz, olur belə toy şənliklərində də olur, Novruz tədbirlərində də olur. Yəni, müəyyən yığıncaqları, toplantıları siyasiləşdirilməsini əleyhinəyəm. Yəni, bayraqlar hardasa siyasi, düzdür, həm milli simvoldur, amma milli simvol olması ilə yanaşı müəyyən siyasi mənalar da daşıyır. Amma belə deyim, kürdlər, Azərbaycanda yaşayan kürdlər, mən bir çoxunu da buna şəxsən özüm də şahid olmuşam ki, toylarda Azərbaycan və Türkiyə bayrağını da dalğalandırırlar və niyəsə onu görməyən insanlar bunu görürlər. Daha çox onu görürlər. Bu da əslində bir növ cəmiyyətdə müəyyən bəzi şəxslərin qərəzli olmasına da əslində işarədir. Belə. Mən məsələn izlədiyim videolarda açıq türk bayraqlarını görməmişəm. Azərbaycan bayraqları ilə Kürd bayraqlarını görmüşəm. Bu sualım da o nöqteyi nəzərindən verdim və düşünürəm ki, burada həmin şəxslərin heç bir siyasi marağı yoxdur və bu barədə düşünənlər də hesab edirəm ki, belə bir qənaət formalaşacaq onlarda ki, bayraqdır qaldırırlar indi. Kimisi Türkiyənin bayrağını qaldırır, kimisi Kürdistanın bayrağını qaldırır. Amma yenə təkrar edirəm, bu Azərbaycan ictimaiyyətində ciddi narazılığa gətirib çıxarır. Və ümid eləyək ki, Kürd dostlarımız da bunu nəzərə alacaq.